Salam sizə, əgər CarPlay işləmirsə USB ilə, deməli ən böyük problem USB-dədir. Orijinal USB olmayanda bu problemlər baş verə bilir. İkinci bir şey isə biz axtarış yerinə burada CarPlay yazırıq. İçinə daxil olduqda Wi-Fi və Bluetooth-u açıb basırıq və burada öz maşınımız gəlib çıxır. Chevrolet misal üçün. Onun üstə basdıqda bu arabayı unut edirik və yenidən qoşulmağa cəhd edirik. Əgər bu da alınmasa, biz buradan geri yenilə, ən aşağıda iPhone-u aktar və ya sıfırla var. Onu basırıq. Aşağıda yenə də sıfırla düyməsi var. Onu basdıqda ağ ayarlarını sıfırla. Yəni ki, Wi-Fi, CarPlay, hər şeyin yaddaşını silir. Yəni bu vaxtdan harda Wi-Fi qoşulmusunuz, hansı maşınlar CarPlay-ilə qoşulmusunuz, bunlar hamısı silinir və yenidən cəhd etməyi deneyə bilərsiniz. Amma ən böyük problem isə USB-dəndir. USB orijinal deyil. Bu qədər. Sağ olun.